Salam qızlar, necəsiz? Bugün sizinlə yeni məhsul olan Benefit'in üst paletini yoxlayacağıq. Məhsuldan belə bir gizgi var və gizgi çıxarılıb taxıla bilir. Hula bronzerını tətbiq edəcəm. Bronzeri tətbiq etdim, bu şəkildədir. İsti alt tonlu bir bronzerdir. Artıq bunu test etmişəm və gün ərzində qalıcılığı aşağı-yuxarı digər bronzerlarla eynidir. Hər hansı bir fərqli özəlliyi yoxdur. Çox yaxşı bir rəngdədir. Çox insanın dəri tonuna uyğunlaşacaq, yaraşacaq bir rəngdir. Şeli enliyi ilə istifadə edək. Ənliyi də bu şəkildədir. Şaftalı tonlarındadır. Biraz tünd şaftalı tonlarında. Tozlanma varmı desəz, Hula'da, bronzerda tozlanma müşahidə olunur, amma ənlikdə hələ ki görmürəm. Gəlin indi Cookie highlighter'dan istifadə edək. Belə. Dediyim kimi, 3 məhsulun üçü də çox yaxşıdır, çox gözəldir. Hər tona uyğunlaşacaq rənglərdir. Highlighter deyildiyi qədər var. Həqiqətən çox kremsi bir teksturaya sahibdir həqiqətən. Gördüyünüz kimi çox gözəl parıldadır. Amma zərlər də, balaca zərlər də görsənir. Balımı mən Benefit'ə çox bənzədirəm. Hula biraz tozudur digərlərinə baxanda, amma digərlər yaxşıdır. Siz necə? Bəyəndiniz? Necədir?